Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu vesselamu ala Rasulillah ve ala alihi ve sahbihi ve men vale amma ba'du. Hörmətli qarindaşlar, biz bugünkü bu söhbətimizdə mənim Qur'an-ı Kerimdəki diqqətimni çəkən və bizning əməliyyətimizə bir qədər münasibətli olan bir tərəfni sizlər bilan ortaqlaşmaqçı. Qur'an-ı Kerimdə Allah subhanahu və taala müşriklərninki, kufarlarning, munofiqlarninki sifatlarini bayon qilib bo'lgandan keyin fosiqlarning sifatiga keladi. Sura Baqaraning 27-oyatida fosiqning 3 sifatini bayon qiladi. Allazina yanquduna ahdallahi min ba'di mithaqihi ve yaqta'una ma amara Allahu bihi an yusal ve yufsiduna fil ard. Ulaika humul khasirun. Mushu fosiqning 3 sifatidagi mening diqqatimni tortgan taraf ikkinchi sifat. Ya'ni Allah bağlaşqa, ulaşqa buyurgan işlarni özüdür. Endi misha kelgan vaqtda fosiq degan qandaq odam? Fosiq ma'lum bir din yoki ko'z qarashga qanoatlanib, shuningga kirgan, shuni tutgan, ammo hayotida o'zi ergashgan shu din yoki ko'z qarashning talab taqozzolari bo'yicha yashamay, ustidagi mas'uliyatdan qochgan odamni fosiq deymiz biz normalda. Endi bizda, yani biz musulmon bo'lish sifatimiz bilan alhamdulillah bizda kufra, shirk inshaalloh o'zimiz bilib tepilmaydi. Nifoq ba'zi alomatlari tepilayotgan bo'lsin, lekin haqiqiy nifoq inshaalloh biz musulmon bo'lish sifatimiz bilan bizda tepilmaydi. Ammo bizda ko'pincha tepilib qoldig'ini fosiqlik tepiladi. Chunki biz o'zimizni musulmon deb dinga kirgan bo'ldik, dinga ahdlashgan bo'ldik, ahdi bergan bo'ldik. Qachonki biz la ilaha illalloh Muhammadur Rasululloh degan vaqtida bu dinning buyruq taklifotlarini ustimga olma, majburiyatimni ado qilaman deb bir bergan va'da bo'ldi. Biz bu ba'zi jihatda bu va'dalarni ishga amalga oshirolmay qolamiz. Shu amalga oshirolmay qolgan va'dalarning birisi Allah bağlaşqa buyurgan münasibətlərini üzüvetiş. Mesela Allah subhanahu ve ta'ala'nın bağlaşqa buyurgan bu münasibət nədən başlanır desə, ən kiçiki ailedeki atı bala, qeyrindaşdan başlansa, bu xulum xoşna, məhəllə, rayon, millət, dövlət halqısını atlab, insanlar ilə normal münasibət bağlaşının həmini özsüge aladı. Çünki bu insanın ki, bəxtlik yaşaşının bir asası amillerden birisi. Madami ki insanlar bizden dinimizge karşı çıkmasa, dinimizge karşı uruç açmasa, uruç açqanlığı yardım bəmisilam, biz onun ilə münasibət bağlaşımız gerek. Mana bu Allah subhanahu wa ta'ala'nın bizge buyruğunu. Hem de biz öz ara münasibətlərimizni, birisimizni yurt noktasından turup bazı biluvatımız mesela, o yurtluk yoki bu yurtluk degan ve yoki har xil tabiqi noktasından turup münasibətlərini biluvatımız. Ondan başqa bir yerdə biz yaşayotgan bu rayon, bu dövlətdəki ən mühim bolğan, közgə çalıqqan bir tərəfi biz yaşayotgan muşu rayondaki bizning soydaşlarımız hesaplanadigan, madaniyat jihatda, din jihatda bizga yaqin keladigan mishaning kishilari, mishaning aholilari, mush yerning aholilari bilan bizning munosabat bog'layolmasligimiz yoki bular aslida bog'lashni xohlagan munosabatlarni har xil salbiyatlar bilan uzib o'tish bizda ko'rilayotgan eng og'ir masalalarning birisi. Biz qachoniki Qur'oni Kerimda şu fasiqning sifati bayon qilingan şu o'rinda Allah bizni eskertgan bir salbiy natijaga bormaslikni xohlasak, ya'ni shu oyatning oxirida ulaika humul khasirun, fasiqlarning oxirida boradigan natijasi ziyon dedi. Ziyon tortadiganini biz yana shu natijaga berib qolmaslik uchun biz Qur'oni Kerimda Allah bizni buyurgan şu münasibətlərini bağlaşqa alayda əhmiyyət beriş gerek. Bu münasibətlərini bağlaşqa tosalğa buladigan hər qandaq amilni ip taşlaş gerek. Məsələn, bizdə yüz beriyotgan məsələ ətrafımızda şu kişilər bilan münasibət bağlaşımız yoki münasibətimizin üzülüşüge səbəb bolayotgan məsələ bizdəki tazlıq məsələləri, bizninki yaşaş uslub məsələlərimiz, gəp söz uslublarımız, başqalarına beradigan təsirimiz qatarlıq muş tərəflərdə
ko'rilyotdi ko'zimizga. Bu taraflarda keng inkaslarni kelyotdi. Biz mushu nuqtalarga alohida diqqat qilib, musherdiki bizning qarindoshlarimiz, o'zimizning qarindoshlari, vatandan birga kelgan urug' tuqqanlarimiz va bu yerning yerlik aholisi bo'lgan bizning dindoshlarimiz, so'ydoshlarimiz bilan munosabatimizni chambarchas bog'lamaganimizda bizning kutadiganimiz yoki bizni kutayotgan natija dal Qur'oni Karim belgilagan natijaki ulaika humul xosirun. Ya'ni ziyondan boshqa narsa emas. Biz ziyonda oxirat ziyon tortadiganni biz bo'lamiz. Alloh hammalarni bu ziyondan saqlasin, yaxshilikqa muvaffaq qilsin. Va oxiru da'vana alhamdulillahi robbil alamin.